Ay Tony. Bize ne gülmeyeceğim diye gedirəm TikTok ekibi yenilikler öğrenmeye. Orxan axşamın xeyir. Akşam. 10 gün gelir yeniliklər öyrənsin. Hansı yeniliklər? Pulu necə yığacaq? Mən əslində o qıza bilirsən də həmişə dəstək olmuşdum. Niyə görə? Yetim idi, onu qonşuları döymüşdülər. O vaxt mən Ramil Bəliyevdən xahiş elədim. Ona vəkil durdu. Sonra o Hövsanda bir dənə adamla görüşmüşdü. Deyirdi alacaq məni, o yadında da söydü məni, getdim mən onu, 15 sutka tutdular onu. Evet. Amma mən o qıza qarşı bir gün, bir dəqiqəyə nifrətim artdı da. Amma mən sənə düzün deyim. Arzu mənim əmim qızı deyil, bibim qızı deyil. Arzunun tutulmağında yəni məndən soruşsun nə qədər günahkardır, nə qədər günahkar deyil. Mən bildiyimə görə mən onu günahkar görmürəm orada da. İndi bu mənim fikrimdir. Nəyə görə? Arzunu tanıdığımı, o maşın sürətin, yəni deyə başa düşürsən. Amma o Arzumun o oğlu başına vururdu ya. Orada o videonu mən gördüm, mən özümü saxlaya bilmədim də. Mən inanırsan Allaha mən ağladım da o uşağa görə ya. Və bu qız bu Arzu tutulanda ki, həmən dəqiqələrdə canlı yayın başıb oynadı, mənim o qıza bir də nifrətim artdı ki, yəni bu insan elə bir Arzunu özünə rəqib görürdü, elə bir ki, Arzu getdi buna daha maraq olacaq, elə bir ki, içində belə kini ki, o insanın oları, o baboşda var belə bir şey, o baboşa yığdılar, kimisə tutublar, belə deyir, hə, tutdular, sevinmiş diye, sonra çıxdı deyə sevinməmiş, amma mən elə insanları sevmirəm də. Bilsin, mən elə insanlar, mən misal üçün Ləmanın xətrini niyə çox istəyirəm? Ləman Arzum tutulanda mənə zəng vurdu, gördüm danışanda elə bir ki, ağlamaq istəyir də. Deyir ki, baxmayaraq ki, o mənə problem yaradıb, onun 4 dənə balası var. Yəni, mən bugün qızım telefonda gördüm sənə video paylaşmışam. Mən onu heç bilməmişəm, mənim bacım qıraqdan çəkibdi. O mənim telefonda məni öpüb, məni ata deməyi, dünyanın var dövləti qurban olsun, onun bir dənə o hərəkətinə də. Amma Arzunun 4 balası vardı, onlara baş salmaq olmur ki, ana tutulub, ana cəza çəkir. Müjgan, sən necə onda sevinə, sən sətir altı gülməklərin, sevinməyin, başa düşürsən, necə onu, həmən günü o qıza mənim nifrətim artdı da. Yəni, mən bugün Ləmanın tutulmağına, bugün sevindim, bilirsən niyə? 10 gün düzdür, az müddətdir, bir insanın bir reabilitasiyaya keçməyi, bir cəmiyyətdən bir kənar qalmağa ən az onun 2 ay vaxt lazım idi. Amma onun o içindəki o paxıllıq, kin-küdurət, Zuzu var ha. Zuzu mənə zəng vurdu ki, Tolik, mən Arzu çıxanda qurban demişəm, amma istəyirəm sənə də qurbanlıq əti gətirim. Dedim, ay qız, mənə qurbanlıq əti niyə gətirirsən? Mənim pulum yoxdur, 1 kilo ət alım, qurban əti, mənim ehtiyacım yoxdur. Amma mən onun ürəkdən gördüm bunu eləməyində. İndi bunu pis edib, yaxşı edib, reklamı edib, qəlbləri görən Allahdır. Amma sən çıxdın, gah belə bir açıqlama verdin, sonra dünkü telefonla oynayırdı, sonra belə 10 dənə fikrə getdin də bir şahid kimi də, sosial şəbəkədə belə danışdın. Mən o qıza görə, özün görmüşdün də, mən Müjgana görə həmişə söylürdüm. Amma mən dedim, Müjgan haqq edib. Haqq edib 10 gün azdır. Ən azı bir ay geriyə yataydı ki, ağlı doğrudan da başına gələydi ki, insanların acığına, mən bugün kupalnik alacağım, pul atın, dənizə girəcəyəm. Sizcə mən ananas alım, yoxsa apelsin alım, mənə pul atın. Yəni, insanlar altda yazırdılar ki, bəs kasıblar var və o, onların ne bu acığına bunu eləyirdi də. Və bu məni çox əsəbləşdirirdi ki, sən kütləyə qarşı gedir. Mən misal üçün bilirəm ki, misal üçün də kütlə məni harada sevir, harada sevmir. Mən yayım açsam və kütlənin əleyhinə danışsam, kütlə mənə nifrət bəsləyəcək də, düzdür. Və mən bunu bilə-bilə, hələ bir yayımda oturum deyim, belə-belə, bu qız belə eləyirdi. Ona görə o qıza mənim qıcığım yaranmışdı. Son vaxtlar ona qıcıq olurdum mən. Yəni, onun hərəkətlərinə, deyirdi, Arzu tutulub, bıraxılıb, mən neyim, ağlayım, gülüm. Yəni, sənin Arzu yeri gələndə yaxın dostun olub, sənə kömək olub vaxtında, sənə qarşı pis olmayıb,
Səninlə oturub çörəyi kəsib, mənə and düşsün, mən deyərəm ki, mən Arzu ilə bir stakan oturub yalnız verilişdə çay veriblər ona, mən də oyun ola bilər orada oturub çay içmişəm. Amma sən Arzu ilə restoranlara getmirsən, onun maşınında getmirsən, sən kütləni niyə qəzəbləndirmirsən də? İndi də orada deyir ki, gedirəm yeniliklər öyrənim gəlim. Məncə bu qızın psixoloji problemləri var, o çıxandan sonra onu biraz psixiatrik xəstəxanada da müalicə eləməlidirlər. Mən ümumiyyətlə istəyirəm ki, bir yəni araşdırma, bir yazı kimi reportaj deyim ki, yəni bu ki yayıncılar var, çıxırlar. Bu necə qəzalarda məsələn gördün Arzuma hökm oxunan dedilər ki, 2 il yarım sürücülük hüququna məhrum edilməklə. Mən əslində çox istəyərdim ki, Ləmana 1 il icazə verməsinlər TikToka girsin. İnan ki, ona icazə verməsələr Orxan, o gedib hardasa dükkanda işləyər, hardasa geyib işləyər. Amma bax odur, mənə görə bax odur. Sonra o qız var ha, balaca boy, nədir onun adı? Sevər. Sevərdi. O balaca boy oğlandı, oğlan pis şey görmür. Yəni burada TikTokda pis iş görənlər var ha. Bax, onların hamısını bir il sosial şəbəkəyə qadağa qoymaq lazımdır ki, onlar adaptasiya alsınlar. Niçin? Bunlar Ləman yazıq gedir evlərdə süpürgəçi işləyir, gəlir bəzən oturursa deyir. Amma bu TikTokçilər var ha, hansılar ki bu maddə ilə tutulub. Bu 510-cu maddədə səhv etmirəmsə, bu maddə yeni tətbiq olunub da. Yəni orada əslində böyük bir maddədir. Orada yazılır ki, cəmiyyətə pis nümunə olmaq, pozğunçuluğu təbliğ eləmək. Yəni onun o pozğunçuluğun müjganə adiyyatı yoxdur, amma pis nümunə olmağı var. Yəni orada paragraflar var da. Yəni bu insanların adaptasiya olub da cəmiyyətdən biraz aralanmalı. Çünki o sabah yenə də gələcək 10 gündən sonra yayım açacaq. Yayımında bugünəcə 500 nəfər var idi. Orada 5000 adam oturacaq. Mən sizə deyirəm ki 10 gündən sonra Ləmanın, Ləman deyirəm, Müjganın yayım açsa 10.000 adam oturacaq onun yayımında. Və həmən günü 10.000 manat, 2.000 manat yığacaq. Misal üçün də o deyirlər Çevik tutulub. Çevikin Azərbaycanda bu boyda reklamı olmamışdı. Çevik tutulmaqla ümumiyyətcə Azərbaycanda reklam olundu. Çevik 10 gündən sonra, 8 gündən sonra qaydandan sonra onun yayımında 3000 adam olmayacaq. Onun yayımında məndən bir sənə qədər adam soruşub Çevik kimdir? İndi Müjganı tanımayanda tanıdı. Ona görə bunlar çıxanda bunlara məhkəməyə ən azı 6 ay qadağa qoymalıdır sosial şəbəkələrdən istifadə eləmək. Yəni bunlar 6 ay istəsələr də bura girməməlidirlər. Yoxsa 10 gündən sonra yenə də gedəcək ki, həmən getdim, orada yeniliklər öyrəndim ki, bu dəfə kupalnik pulu yığmayacağım, bu dəfə baletə getmək istəyirəm, balet oynamaq istəyirəm, mənə rituz alın. Onda dahi bu nə oldu? Misal üçün də. Ona görə də belə adamlar ümumiyyətcə cəza çəkib. Fərqi nədir ki? Deyib, bu günləri misal üçün elə TikTokçilər var ki, cəzadan qismən onlara icazə veriblər də. Misal üçün, oğlan Nəsirov. Nəsirova icazə veriblər, amma Nəsirov dahi yayım aça bilər. Misal üçün, bu dörtlüklər satlar var, dostlarımızdır bizim. Bunların da olmağını istəmirəm. Bunların cəzaları çox pis cəza verirlər. Nəm get dükkanda otur, nəmin vannaya gir, dombalaq aç, it kimi hür, nə bilim neyinə, get kimdənsə pul al. Yəni, kimisə çəkib paylaşmaq, o adama xəstə. Yəni, bunlar məncə yığışmalıdır. Çünki bunlar başqa şey. Biri doğur, hindidən qarnını göstərir ki, mən hamiləyəm. Doğursan, ərvə görə doğursan da biz niyə ki doğursan? İndi ərvi sevinsin ki doğursan da. İndi biz niyə? İndi hamı doğurdu. Mənim qonşumda inək saxlayır, o da doğur. Yəni doğmağı da burada bayram edir.